Biz hardayıq? Demək Yevlağı Kövər kəndində. Dayı adın soyadın nədir? Əliyev Kərəm. Əliyev Kərəm Novruzov. Bəli, gördünüz ki, görürsünüz necə çətin. Bura kulubdur. Ha, daha oraya barama saxlayacaq. Qabağa gir kanı. Burada barama saxlanan yerlər, bizim yerlərimiz qalırlar. Yəni, çox çətin şəraitdə yaşayırlar. Və ona görə də adiyyəti olan orqanlardan xahiş edilir ki, Yevlax rayonunda, Kövər kəndində qalan Əliyev Kərəm kişiyə dəstək olsunlar. Kərəm kişi gəlməyən mi? Hə, bax, bu bizim dayımızdır, Kərəm kişi. İndi keçir içəri, stop elə, keçir içəri, sonra geçir. Gəl, sonra çəkəsən, alıb görürüm. Çəksən, gəl. Bax, gördüyünüz kimi bu evdə yaşayırlar. Bura bir otaqlıqda cəm edir. Burada da var elə belə. Bir otaqda gördüyünüz kimi çətin şəraitdə yaşayırlar. İnşallah inanırıq. Dövlətimizdən, adiyyəti olan orqanlardan xahişiniz, ricanız nədir Ağsaqqal? Xahiş deyib bizə köməklərdir eləsinlər. Pis şəraitdə yaşayırıq. Qabaq burada elə bir 102-yə zərə 50 dəfə zəng eləmişəm. Burada evlə qabaq kafe var. Orada səsdən, küydən yata bilmir. Dəfələrlə zəng edirəm. 102-yə gəlirlər. Hə, bax belə pis şəraitdə yaşayırıq. Vəziyyətimiz pisdir. Allah kömək olsun. İnanırıq, adiyyəti olan orqanlar dəstək olacaqlar. Və inşallah Ağdərənin yoxsa Kətdənəyərə yəqin ki, Ağdərənin orta kəndini Həsənlizə yazdılar. 6-7 gözlərik. Rövşən Cavadovun qəbuluna getdi. Rızayevin gölə. Orada yazdı, deyir, orada adam çoxdur, orada gərək gözləyəsin. Ya Həsənliz olsun, ya aşağı Orataq kəndi olsun, orta kəndi olsun. Orta kəndə yazır. Orta kəndə olsun, xahiş edir. Eyvallah olsun, har olsun, əsas olsun. Laf Həsənliz olsun, har olsun. İnşallah, təşəkkürlər.